أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وتوكل على الله وكفى بالله وكيلا صدق الله العظيم وقال رسول الله صلى الله عليه وسلم لا عدوى ولا ضيرة ولا هامة ولا صفر صدق رسول الله فيما قال أو كما قال. Möhtərəm müsəlmanlar, dinimizin saflığını təhlükə qarşısında qoyan amillərdən biri xurafat və mövhumatlardır. Təsadüfi deyil ki, dini dəyərlərimizi tənqid edənlər dəlil kimi məhz müsəlmanlar arasında geniş yayılmış xurafatları misal çəkir. İslamın adına çıxarıb dinimizi gözdən salmağa çalışırlar. Problem bundadır ki, müsəlmanlar arasında xurafatlara inan bəsləyənlər də az deyil və Qur'anda vacib sayılan əməllərə bu xurafatlar qədər riayət etmirik. Xurafatlara inanmaq demək olar ki, həyatımızın bütün sahələrində özünü göstərməkdədir. Doğulduğumuz andan ömrümüzün sonuna dək bu xurafatlar kabus kimi bizi izləməkdədir. Məsələn, ulduz falı, qapının arasında görüşməyin bədliyi, qara pişik və s. kimi xurafatlara gündəlik həyatımızda tez-tez qarşılaşırıq. Lakin hər yerdə olduğu kimi bu xurafatlar arasında birinci sırada yer alanlar da var. Xurafatlar içində birincilik, üzərlik, gözmuncuğu, atnalı və dağdağan ağacına məxsusdur. Nədənsə onların insanı bədnəzərdən qorunmasına inan digərlərinə nisbətən daha çoxdur. Uşaq anadan olanda, ilk addımını atanda, məktəbə və universitetə gedəndə ilk görülən iş üzərlik yandırmaq, sonra da gözmuncuğu yaxud dağdağan taxmaqdır. Atnalı isə evimizi bədnəzərdən qoruyur. Adətə gəlir onu evlərimizin qapısı üstündə göz qabağına vururuq ki, görənlərin bədliyini aradan götürsün. Deyirlər güya üzərlik yandırıb hamının başına dolandırılmalıdır. Kiminsə başına dolandırılmazsa bədnəzər onu tutar. Hətta gözmuncuğu hərdən bədnəzərin ağırlığına dözməyib sınır. Doğrudur, gözdəymə haqdır. Bu hədislərlə sabitdir. Ancaq bunun müalicəsi üzərlik yandırmaq, atnalı bağlamaq deyil. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi duaları oxumaqdır. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm bədnəzər qorxusu ilə yaşayan insanlara maşallah ifadəsini dilə gətirməyi və Qur'an-ı Kərimin Əl-Fələq və Ən-Nas surələrini oxumağı tövsiyə etmişdir. Bunun müalicəsi budur. 13 rəqəmi və tək səbir gətirməyin nəhs olması, yəni uğursuzluq gətirməsinə inan da geniş yayılan xurafatlardandır. Heç bir İslam qaynaqlarında 13 rəqəminin uğursuzluğu haqqında bir məlumat yoxdur. Nəinki 13 rəqəmin uğursuzluğu, ümumiyyət İslamda uğursuzluq deyə bir anlayış yoxdur. Bu inanc digər dinlərdən keçən batil bir inancdır. Tək səbir məsələsi isə biraz fərqlidir. Bu inancın kökü cahiliyyə dövrünə gedib çıxır. Adətən dindən, imandan xəbərsiz cahil ərəblər tək səbir gətirərkən sətri mənada itə getsin, xoşlamadıkları adama isə özünə getsin. Yəni xalq arasında işlətdiyimiz öz başını ye deyimini söyləyirdilər. Lakin Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm asqıran kimsənin Elhamdülillah deməsi imandandır deyərək onu yaxşı mənaya yozmuş və beləliklə bütün insanların işləri ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Amma nədənsə çoxumuz hələ də cahil ərəblər kimi davranırıq. Tək səbir gətirdikdə Allaha şükr etmək əvəzinə bir işə başlamaq istəmir, dayanıb gözləyirik. Bundan əlavə, bıçaq, sabun, qayçı kimi şeyləri əldən ələ verməyi uğursuzluq saymaq İslamı anlamamaq deməkdir. Türbələrdə, ziyarətgahlarda şam yandırmaq,
Bu kimi yerlərdə bitən ağaclara niyyət tutaraq əski və bez parçaları bağlamaq, qəbirlərə qurban kəsmək İslamı düzgün başa düşməmək deməkdir. Həftənin hər hansısa bir gününü uğursuz saymaq, uşaqların üstünə nəzər muncuğu taxmaq və bu muncuqlardan şəfa ummaq İslamı düzgün başa düşməmək deməkdir. Şərəfli möminlər, bütün bu və bunlara bənzər inanclar dinimizdə heç bir əsli olmayan, Allah və Rəsulunun xoş qarşılamadığı batil inanclardır. Hətta bunların bir qismi, Allah qorusun, insanı küfrə belə düşürər. Uca Allah şərəfli kitabımız Qur'an-ı Kərimdə belə buyurur: Rəbbindən sənə vəhy olunana, Qur'ana tabi ol. Allah şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır. Digər bir ayədə isə belə buyurulur: Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, fəsad toxunsa, Allaha sığın. Şübhəsiz Allah hər şeyi eşidən və biləndir. Bu ayələrdən də başa düşüldüyü kimi, müsəlman yalnız Allaha güvənməli, yalnız ona sığınmalı, ona qulluq edib və yalnız ondan yardım istəməlidir. Cəmiyyət arasında geniş yayılan xurafatlardan birisi də yas mərasimləri ilə bağlıdır. Özün sahibi yaxınını itirməsi ilə bərabər baş sağlığı verməyə gələnlərin xəcalətindən çıxmağın qayğısı ilə yüklənir. Bilmir, ölüsünün yoxsa qənd, çay, ət pulunun dərdini çəksin. Halbuki İslamda təmtəraqlı yaz süfrəsi açmaq, 7, 40, cümə axşamları, il dönümü mərasimi keçirməyin heç bir yeri yoxdur. Necə ki, Həzrəti Əlinin bu barədə bir sözü vardır: 3 gündən sonra baş sağlığı vermək, hüzün sahiblərinin dərdini təzələməkdir. Hətta nəinki hüzün sahibi kimsənin süfrə açıb ehsan verməsi, tam əksinə, hüzün sahiblərinə yemək aparılmalıdır. Necə ki, Cəfər Təyyar şəhid olduqda Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm Cəfərin ailəsi üçün yemək hazırlayın, çünki onlar belə vəziyyətdə yemək bişirə bilməzlər buyurmuşdur. Əziz möminlər, ümumiyyətlə bu kimi əməllər heç vaxt İslamda olmayıb və olası da deyil. Bunların dindən olduğunu demək ən azından günahdır. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm ona peyğəmbərlik verilən vaxtdan xurafat və mövhumatçılığa qarşı daim mübarizə aparmışdır. O halda gəlin, biz də uca Allahın bu xalis haqq dinini düzgün öyrənək, dinimizdə heç bir yeri olmayan xurafatları İslam'a qatmayaq, həyatımızın bütün sahələrində xurafatlardan uzaq, həqiqi İslamı tətbiq edək. Xütbəmə bir ayə ilə son verirəm. Ya Peyğəmbər, biz kitabı sənə haqq olaraq nazil etdik. Buna görə də sən də dini məhz Allaha aid edərək yalnız ona ibadət et. Bil ki, xalis din, sırf ibadət, təmiz itayət ancaq Allaha məxsusdur. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahi məlikil əzizil alləm kəmə qalə Allahu Teala və təbərəkə fil kələm və izə qur'əl Qur'an fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnə dîne indəllâhil İslam. Sadaqallâhul azim.